Salamlar, vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə testlərimiz Riyaziyyatdan 15 sual olacaq. Elsəvər Vəliyev 4-cü sinif kitabından. Yəni dünən söz verdiyimiz kimi bugün LGS2 Riyaziyyatdan paylaşırıq və inşallah sabah LGS2 Riyazi məntiqdən paylaşacağıq. İmtahan mərkəzləşmiş imtahan bilirik 27-sidir. Ta 26-sına qədər mən sizlə hər gün belə riyaziyyat və riyazi məntiqdən 15-15 suallar paylaşacağım ki, sizlərə xeyri olsun. Vaxt itirmədən izahlarımıza başlaya bilərik. Deməli, bizim birinci sualımız belədir ki, bir fəhlə bir günə 18 detal, birinci fəhlə bir günə 18 detal, ikinci fəhlə 12 detal hazırlayır. Bu hesabla fəhlilər 8 günə neçə detal hazırlayır? Deməli, birinci fəhlə 18 detal və bizdən 8 gün istəyir. 18-i vururam 8-ə. Eləyir neçə? 144. 144. Bu birinci fəhləmizin işidir. Yəni, birinci fəhləmiz bir gün 18 detal idi, 8 günü istəyir. Ona görə də 18-i vururam 8-ə, 144. İkinci fəhlə isə bir gün 12 detal hazırlayır. 12-ni də vururam 8-ə, eləyir neçə? 96. Və 144-ün də üzərinə nəyə gəlirəm? 96-ın gəlirəm, eləyir 0, 1 yadda. 14, deməli 1 yadda. 240. Deməli, 2 fəhlə, doğru variant, D variantı. 2 fəhlə 8 günə 240 detal hazırlayır. Neynədim? 12-ni vurdum 8-ə və 18-i də vurdum 8-ə və bunları cəmlədim, etdi 240. Birinci sualda 240, D variantı. İkinci sualımız. İkinci sualımız belədir ki, Elçin bir günə, Elçin hər biri 30 qəpiyə 3 qələm. Elçin hər biri 30 qəpiyə 3 qələm və 1 manat 60 qəpiyə 1 kitab aldı. Elçin nə qədər pul xərclədi? Deməli, 30 qəpiyə 3 dənə qələm alıb. Biri 30 qəpiyə olan 3 dənə qələm. Həmən dəqiqə 3-ü vururam 30 qəpiyə. Baxın, 3-ü vururam neçəyə? 3-ü vururam 30 qəpiyə. 3-ü vururam 30 qəpiyə. Eləyir neçə? 90 qəpik. 90 qəpik. Və 1 manat 60 qəpiyə bir dənə də kitab alıb. Üzərinə də gəlirəm 1 manat 60 qəpik. 90 qəpiyin də üzərinə gəlirəm 1 manat 60 qəpik. Görək nə qədər eləyir. 0, 5, 1 yadda. 2 manat 50 qəpik. Elçin nə qədər pul xərcləyib? 2 manat 50 qəpik. İkinci sualda doğru variantımız A variantı. Üçüncü sualımız belədir ki, deyir ki, aşağıdakı neçəsi kör bucaqdır? Kör bucaq hansı bucaq idi? Kör bucaq 90 dərəcədən böyük olan bucaqlar. Birincisi getdi, iti bucaqdır. İkincisi, bəli, kör bucaqdır. 90 dərəcədən böyükdür. Üçüncüsü də, bəli, 90 dərəcədən böyükdür. Dördüncüsü iti bucaqdır. Beşincisi isə düz bucaqdır. Bu da getdi. 2, 3, yəni ikisi. Doğru variant, B variantı. Yəni, kör bucaq hansı idi? 90 dərəcədən böyük. Növbəti 4-cü sualımız. Boş xanaya aşağıdakı ədədlərdən hansı yazıla bilər? Baxın, 6-nı vurublar 9-a neçə eləyir? 6-nı 9-a vurublar, eləyir 54. 54. Deyəsən, bunun üzərinə yazmadı. Deməli, bu tərəf etdi neçə? 54 etdi. 54. Yenə yazmır. Nə oldu? Qələmimiz nəsə yaxşı yazmır. Deməli, bu tərəfim etdi 54. 54. Digər tərəfi, indi bu tərəfi, baxın, 7-ni nəyə vurmalıyam ki, 54-dən böyük etməlidir? 7-ni əlbəttə, D variantı, 8-ə vuranda 56 eləyəcək. Yəni, bu tərəfdə edəcək 56 və həqiqətən 56 54-dən böyükdür. Amma digər ədədləri götürsəm, 7-ni, 6-nı, 5-i, 4-ü götürsəm, 7-yə vursam, 54-dən kiçik edəcək. Ona görə biz elə bir ədədə vurmalıyıq ki, 54-dən böyük olmalıdır. Çünki burada bizə şərt verib. Baxın, böyükdür işarəsi verib. Yəni, bu 56 böyükdür 54-dən. Yəni, boşluğa nə yaza bilərəm? D variantı. 8 yaza bilərəm. 5-ci sualımız belədir ki, 5-ci sualımız da saatdır. Deyir ki, verilən vaxtlara hansı göstərən şəkil uyğun deyil də. Yəni, bu saatlarda, belə deyim, aşağıdakı verilməmişdir. Burada saat neçədir? Birincidə. Birincidə saat 2 işləyir 10 dəqiqə.
Yəni B variantı baxın buna uyğun oldu. B variantı buna uyğun oldu. Qoyun belə uyğunluqla yazım. Deməli, B variantı birincinə uyğun oldu. Bizə uyğun olmayanı istəyir. İkinci şəkildə saat 9-a işləyir 5, 10, 15, 20 dəqiqə. Yəni D variantı buna uyğun oldu. Üçüncü saatımızda 11-ə qalır 5, 10, 15, 20, 25 dəqiqə. Yəni 22, 35. A variantı da buna uyğun oldu. Baxın, A variantı da üçüncü uyğun oldu. Uyğun olmayan hansı oldu? C variantı. Çünki belə bir saatımız yoxdur. Yəni burada da bu şəkildən yoxdur. Yəni 5-ci sualda C variantı. 6-cı sualımız çevrilmə ilə bağlıdır. Deyir ki, dərzi 4 metr parçanın 1 metr 20 santimetrində şal var. 1 metr 50 santimetrində isə köynək tikdi. Nə qədər parça qaldı? Gəlin burada nə edək? Baxın, burada metrdir, burada santimetr. Gəlin bunu belə edək. 4 metr neçə santimetrdir? Bunu çevirək. 4 metr bərabərdir neçəyə? 4 metr bərabərdir. Metri çevirirəm santimetrə. Edir 400 santimetr. 400 santimetr. Metri çevirdim santimetr. Deməli 4 metr oldu neçə? 400 santimetr. Və indi 1 metr 20 santimetrdə çevirirəm. 1 metr 20 santimetr nə qədər eləyir? Eləyir 120 santimetr. Baxın 120. Yazıram buradan 120. 1 metr 20 santimetr oldu 120 santimetr. Sonra 1 metr 50 santimetr nə qədər eləyir? 150. 150. İndi başlayıram. 120'nin üzərinə 150 gəlirəm. Bunların hamısını çevirmişəm nəyə? Santimetrə. 7, 270. 270. Və 400-dən də çıxıram 270'in. Qalır 130. 400-dən də 270'in çıxıram. Qalır neçə? 130. 130 qaldı. 130. Yəni 1 metr 30 santimetr. Doğru variantım C variantı. C variantı. Deməli neynədim? 4 metri çevirdim santimetrə 400 santimetr. 1 metr 20 santimetr çevirdim santimetrə 120. 1 metr 50 santimetr çevirdim santimetrə 150. 120'nin üzərinə 150 gəldim 270 santimetr. Və 400'dən də 270 santimetrdən çıxdım oldu 130. Yəni 1 metr 30 santimetr. Doğru variantım nə oldu? Doğru variantım C variantı. Növbəti sualımız belədir ki, deyir ki, Samir'in 4 yaşı olanda atası ondan 7 dəfə böyük idi. Baxın, bu Samir olsun. Bu Samirdir. Bu da atası. Samir'in 7 yaşı olanda, Samir'in 4 yaşı olanda, Samir'in baxın 4 yaşı olanda atası ondan nə qədər deyir? 7 dəfə böyük idi. Yəni 4'ü vururum 7, 28. Deməli, Samir'in 4 yaşı olanda atanın 28 yaşı vardı. İndi deyir, Samir'in indi 7 yaşı var. Yəni, indi 7 yaşı varsa, üzərinə 3 gəldirəm. Çünki 3 il artıb da. İndi 7 yaşı varsa, 4'ün üzərinə 3 gəldim. Elədi 7. Həmən dəqiqə bu artıbsa, ata da artacaq da. 28'in də üzərinə 3 gəldirəm. Olur neçə? Eləyir 31. A variantı. Deməli, atanın neçə yaşı var? Samir'in atasının indi neçə yaşı var? 31 yaşı var. Növbəti sualımız. 8-ci sualımız. 8-ci sual belədir ki, aşağıdakı ədəd oxu xətlərə bərabər hissələrə bölünmüşdür. C çıx B çıx A-nı istəyir. Birinci tapaq ki, baxın, buradan bura qədər bunlar neçə artır. Neçə gedib. Baxın, 50 budur, 60 buradır, 70 buradır, 80, 90, 90. Deməli, C neçə oldu? C oldu 90. C 90'dırsa, C 90, bir də bunu yaxşı yazaq. C'miz oldu neçə? C oldu, üzərinə yazım. 90. C 90'dırsa, 50 buradırsa, B onda 40'dır. B 40 oldu. A neçədir? 40'dırsa, bura 30'dur, A da 20'dir onda. A'mız da oldu 20. A oldu 20. Bu nəsə burada var bu hissədə yazmır qələm. A 20 oldu. Deməli A 20, B 40, C 90 oldu. 90 çıx 40 çıx 20. 90 çıx 40 çıx 20. Baxın. 90 çıx
Burama yazıram 40 çıx 20, yəni 60 çıxanda qalır 30. Doğru variant B variantı 30. Növbəti sualımız görək 9-cu sualımız. 9-cu sualımız belədir ki, deyir köynək və papaq birlikdə 90 manatdır. Baxın, köynək və papaq birlikdə 90 manatdır. Köynək papaqdan 5 dəfə. Baxın, burada var deməli köynək var. Bir də papaq var. Bu yazıram. Köynək papaqdan 5 dəfə bahadır. Papaq x-dırsa, köynək neçədir? 5 dəfə baha deyirsə, yəni 5x-dır. İndi bunların birlikdə qiyməti 90 manatdır. Yəni 5x-in üzərinə x gəlirəm, olur neçə? 6x bərabərdir 90. Birlikdə qiyməti 90 manatdır. X də bərabərdir 96-ya bölürəm, olur neçə? Deməli 96-ya böldük, oldu 15. İndi bu 15 nədir? 15 odur ki, 15 baxın, papağın qiymətidir 15. İndi bizdə nə istəyir? Köynəyin qiymətini istəyir. Ona görə burada da köynəyin qiymətini necə yazmışdıq? Qoy qələmimizi dəyişək. Köynəyin qiymətini yazmışdıq burada 5x. Düzdürmü? 5x. Yəni 15-i də vuracam. 15-i də vuracam nəyə? 5-ə. 15-i də vururam 5-ə eləyir 75. Doğru variant D variantı. Növbəti sualımız belədir ki, sahib 200 dənə 100 ilə bir ədədini toplayır. Düzgün cavab neçə olar? Baxın, sahib deyir 200 dənə 100 ilə bir ədədini toplayır. 200 dənə 100 ilə bir ədədini toplayır. Yəni 200-ü mən belə yazaram. 200-ü vuraram 100-ə. Vuraram 100-ə. 100-ə. Bu deyilir neçə? Bu deyilir 2 yazıram, 200-ü yazıram, arxasına 2 dənə də 0 atıram. Oldu neçə? 20.000. Və deyir 200 dənə bir ədədini sahib 200 dənə 100 ilə tapdım. 200-ü vurdum 100-ə, elədi 20.000. Bir ədədini. Bunun da üzərinə 1 gəlir. Bunun da üzərinə 1 gəlir. Bu da eləyir 1. Digərləri 0. Yəni 20.001. Doğru variant D variantı. Növbəti sualımız belədir ki, deyir məktəbin həyətində 19 qız, 12 oğlan oynayır. 6 bərabər komandaya ayrılmaları üçün onlar ən azı neçə nəfər lazımdır? 6 bərabər komandaya deyir. Baxın, 6 bərabər. 12-nin üzərinə 19 gəlirəm. 12-nin üzərinə 19 gəlirəm. Olur neçə? 31. 31. Oldu 31. İndi nə edirəm? 6-ya bölünməsi üçün. Yəni 6-nı nəyə vuranda, ən az deyir özdə. 6-nı nəyə vuranda, belə deyim, 31-ə yaxın ədədir. Yəni 31-dən yuxarı hansı ədəddir ki, 6-ya tam bölünür də, belə deyim. 6 6-nın 36. Düzdür, 6-nı 6-ya vuranda 36 edir. Yəni tam bölünür də. Ona görə 31-in üzərinə neçə gələndə 36 eləməlidir. 31-in də üzərinə 5 gələndə 36 eləyir. Həqiqətən 5 gələndə 36 eləyir və tam da bölünür. Ona görə neçə nəfər lazımdır tam bölünməsi üçün? 5 nəfər. Çünki 12-nin üzərinə 19 gəldim, oldu 31. 31-in üzərinə neçə gəlməliyəm ki, 6-ya tam bölünsün? 31-in üzərinə 5 gəlirəm, 6-ya tam bölünür. Yəni neçə nəfər lazımdır? A variantı. 5 nəfər. Növbəti sualımız belədir ki, deməli, deyir, üçbucağın perimetri 1 metr 6 desimetrdir. 1 metr 6 desimetr. Baxın, nə eləyərəm? Yenə çevrilmədi. 1 metr 6 desimetri gəlin burada santimetrdən. Çünki o belə santimetrdir. 1 metr 6 desimetr. Deməli, bu neyin? Deməli, üçbucağın perimetri 1 metr 6 desimetrdir. Tərəfinin birinin uzunluğu 70 santimetrdir. Digər isə buna 2 dəfə qısadır. Üçbucağın 3-cü tərəfi uzunluğu. Baxın, bir dənə üçbucağım var. Bu üçbucağı nə deyir? Perimetri 1 metr 6 desimetrdirsə bunu çevirdim. Neçə oldu? Hamısını çevirirəm santimetre, olur 160. Neçə oldu? Perimetri oldu 160 santimetr. 1 metr, baxın 6 desimetri çevirdim. Oldu neçə? Santimetr 160 santimetr. 160 santimetr. Və indi deyir bir tərəfi 70'dir. Bir tərəfi neçədir? Məsəl üçün bura oldu 70.
70'dir bir tərəfi. Digər tərəfi də deyir bundan 2 dəfə az. Yəni 35. 35. Digər tərəfi də neçə? 35'dir. Və indi nə edirəm? 70'in üzərinə 35'i gəlirəm. Çıxıram 160'dan. 70 üzərinə 35 gəlirəm. 105. 160'dan da 105 çıxıram. Deməli eləyir 160'dan 105 çıxıram. 55. Doğru variant B variantı. 55 dərəcə. Dərəcə deyirəm, üzr istəyirəm. 55 santimetr. Yəni neynədim? Bir də deyirəm, silin bunu. Deməli neynədim? 1 metr 6 desimetre çevirdim santimetrə. Oldu neçə? Oldu 160. Bir də deyirəm 160. 160 oldu. Və 70 santimetr bir tərəfdir. Digər hesabına 2 dəfə az. Yəni 70 üstü 35 gəlirəm. 70 üzərinə 35 gələndə eləyir 105. 105. 105 oldu. 160'dan da 105'in çıxıram. Baxın bu 160 idi. 160'dan da 105'in çıxdım. Qaldı 55. Doğru variantımız 55 B variantı. 13-cü sualımız sadə hesablamadır. Hesab əməllərində birinci bilirikdə vurma bölmə birinci hesablanır. 40'ı 2'ye bölürəm. Bura qalır 20. 20. 5'i 8'e vururam 40. Burada oldu 40. 40. Ben indi başlayıram hesablamağa. Deməli bura 40'dır, bura 20. Ben indi başlayıram 100'dən 20'sini çıxıram 80. 80 üstə də deməli 40'ı 2'ye vurmadır. Bu üzr istəyirəm 2'ye vurmadır. 40'ı 2'ye vururam, bura oldu 80. 80. 5'i də 8'e vururam 40. 100'dən çıxıram 80 20. 20'nin də üzərinə 40'ı gəlirəm. 60. Doğru variant 13'də B variantı. B variantı. Növbəti sualımız 14-cü sualımız. 14-cü sualda nə deyir? Deyir 66 çıx A bərabər 35 və 22 üzərinə B bərabər 35 olsa A üzərinə B-ni istəyir məndən. A-nı tapmaq üçün buradan inirəm. 66'dan 35'in çıxıram. Deməli 66'dan 35'in çıxdım, qaldı 31. 31. Və burada da 22 üzərinə B bərabər 35. 35'dən 22'ni çıxıram, B-ni tapıram 13. 13. Və indi bunların cəmini istəyir. A üzərinə B deyir. Buraxın burada. A üzərinə B deyir. 31 üzərinə 14. 5. 45. 4 üstə 1. 5. 31 üzərinə ben ne yazdım? Bir dənə özür istəyirəm. Səhvli elədim burada. 66'dan 35'in çıxdım. 31. 35'dən 22'sini çıxanda 13 qalır. 13. Deyirəm də 13 qalmalıydı. Burada 13 olmalıydı. Silin bunu. Deməli bir də deyirəm. Yorğunluq səhvidir. Üzürlü sayın. 66'dan 35'in çıxdım. Qaldı 31. 31. Bu 35'dən də 22 çıxanda 35'dən 22 çıxanda 13 qalır. Mən onu da yazmışdım. 13 qalır. Və bunların da toplayıram cəmin eləyir 4, 4. Yəni 44. Doğru variant D variantı. Növbəti sualımız belədir ki, deməli, deyir ki, Rənanın atası mətbəxin döşəməsində tərəfi 50 cm olan kvadrat formalı metlaq döşəyir. Mətbəxin eni 3 metr, uzunluğu 4 metr olarsa cəmi neçə metlaq? Gəlin bunu biz, bu santimetrinə, gəlin bunu da biz santimetrinə çevirək. Deməli, 4 metr neçə santimetrdir? 4 metr 400 santimetr. Yazdım bura 400. 3 metr nə qədər oldu? 300. Bunu da buradan yazıram. 300. 300. Və indi bunun sahəsini tapıram. 400'ü yəni birinci bu ümumi enin uzunluğuna vururam. 300'ü 400'ə vururam. Eləyir neçə? 300'ü 400'ə vururam. Eləyir 120 min. Baxın yazdım. 120 min. 120 min sahəsini tapdım. Hardan yazdım bunu yaxşı. Deməli nə elədim? 4 metr çevirdim santimetrə 400. 3 metr çevirdim oldu 300. 400'ü 300'ə vururam olur neçə? 400'ü 300'ə vururam olur 120 min. 120 min. 120 min bunun sahəsi oldu. 120 min. Necə oldu? Baxın bunu çevirdim oldu 400. Bunu da çevirdim oldu 300. Və bunun sahəsini tapdım 120 min. İndi deyək kafelində bir tərəfi 50'dir. Baxın bu qələmimizi də dəyişək burada. Qələmimizi də buradan dəyişək. Deməli bunun da bir tərəfi 50'dirsə gəlin bunun da sahəsini tapaq. 50'ni də vuraq 50'yə. Yəni bu kafelin baxın. Deməli bu oldu 120 min. Kafelində bir tərəfi neçə oldu?
50'dir, düzdürmü? 50-ni 50-yə vururam, 200, 50-ni 50-yə 2500. Düzdürmü? 50-ni 50-yə vurdum, oldu 2500. Deməli, nə oldu indi burada? Bizim biraz qələmlərə qarışdı. Deməli, bu oldu sahəsi 120.000. 120.000. Bunun da sahəsi oldu. Bura 50'dir. Burada 50'dir. Yəni bu tərəfdə 50'ni də 50'yə vurdum. Neçə oldu? 2500. 2500. 2500. Yəni bu kafelin sahəsi oldu. Qırağın da sahəsi 120.000. 120.000 də bölürəm 2500-ə. Eləyir neçə? 48. Doğru variantımız neçə oldu? 48. Doğru variant A variantı. A variantı. Bugünlük izahatımız bu qədər. İnşallah sabah yenə bu belə deyim videomuzun davamı gələcək və artıq o riyazi məntiqdən olacaq. Sağ olun, salamat qalın.